WorldSkills Azərbaycan çərçivəsində aşpazlıq ixtisası üzrə milli final mərhələsi baş tutub. Turizm və sosial xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təşkil olunan yarışda iştirak edən gənclər öz bilik və bacarıqlarını nümayiş etdiriblər. Yarışın əsas məqsədi peşəkar kulinar bacarıqlarının obyektiv qiymətləndirilməsi, milli mətbəxin müasir təqdimatının təşviqi, beynəlxalq yarışlar üçün layiqli namizədin seçilməsi və peşə təhsilinin inkişafına töhfə verməkdir. Qeyd edək ki, final mərhələsinin qalibi 2026-cı ildə Şanxay şəhərində keçiriləcək beynəlxalq WorldSkills yarışında Azərbaycanı təmsil edəcək. Ölkədə bu cür yarışların keçirilməsi gənclər üçün çox böyük rol oynayır. Bu gənclərin aşpazlıq peşəsinə yönəlməsinə fayda göstərir. 14 tələbə arasında biz mütəmadi ayda bir dəfə yerli praktik yarışma təşkil etdik. Onlardan bugünkü gün artıq 4 iştirakçı final uğrunda, ən yaxşı güclü iştirakçı uğrunda yarışırlar. Bu günlərim aşpazlıq ixtisası üzrə final mərhələsidir, sonuncu mərhələdir və bugün seçiləcək finalist sentyabr ayına qədər, yarışların keçiriləcəyi tarixə qədər intensiv olaraq təlimlərə qatılacaq.